sənəti təkcə Azərbaycan şifahi xalq ədəbiyyatının bir qolu deyil, o həm də mədəniyyətimizin formalaşmasına və inkişafına mühüm təsir göstərmiş bədii yaradıcılıq sahəsidir. Dildən dilə keçib əsrlər boyu yaşamış dastanlarımız aşıq sənəti sayəsində cilalanaraq xalqın dilinin zənginləşməsinə, nəsillərin qəhrəmanlıq yolunda tərbiyəsinə həlledici təsir göstərir. Aşıq gördüyünü çağırar deyib qullarımız. Ağba Şörəyin bölgəsinin görkəmli aşığı İskəndər Bəxtiyaroğlu Gülməmmədov da bu sənətə addım atdığı ilk dövrlərdə doğma yurdun füsunkar təbiətini, gözəlliklərini vəsf edən qoşma və gəraylılar yazıb. Doğulduğu Ağbaba mahalının adını özünə təxəllüs etsin aşıq, zəmanəsinin hadisələri və xalq içərisində hörmət qazanmış insanları haqqında da şeirlər və dastanlar qoşaraq el arasında onlara daha böyük rəğbət qazandırıb. Adım İskəndərdir, yerim Ağbaba, tanıyır aşığı, burada hər oba deyən sənətkar başqa bir qoşmasında İskəndər bu işi salar dillərə, yaylar hər yana, yetər ellərə deyirdi. Qərbi Azərbaycanın Amasya rayon icması Aşıq İskəndər Ağbabalının 100 illik yubileyini hazırlaşır. Aşığın 100 illik yubileyi münasibəti ilə onun həyat yolu və yaradıcılığı yenidən araşdırılır, əvvəllər nəşr olunmayan qoşma və gəraylıları toplanıb çapa hazırlanır. Yubileyə hazırlıqla bağlı Zəngəzur TV-nin də xüsusi layihəsi var. Həmin layihə ilə əlaqədar filologiya elmləri doktoru, tanınmış folklorşünas alim Avtandil Ağbabanı studiyamıza dəvət etmişik. Bu istiqamətdə xeyli işlər artıq həyata keçirilir və davam eləməkdədir. Qeyd edeyim ki, Aşıq İskəndər Ağbabalı Azərbaycan aşıq sənətində yeganə sənətkarlardan biridir ki, Doğu Anadolu və Qərbi Azərbaycan, belə deyək də Azərbaycan aşıqlığı arasında bir keçid körpü rolu oynayan sonuncu sənətkardır. Çünki onun mənsub olduğu sənət ocağı artıq sıradan çıxıb. Azərbaycan aşıq mühitlərinin ən güclü mühitlərindən olan Ağbaba, Şörəyi, Çıldır aşıq mühiti bildiyimiz kimi 1828-ci ildən başlayaraq Rusiya tərəfindən işğal olunan ərazilər bir-bir erməniləşdirilib, yaxud başqa millətlər köçürülüb. Məsələn, Ağbaba, Çıldır zonasına yaxın olan Ağska rayonu tamamilə 1944-cü ildə tamamilə köçürüldü Qazaxstana və orada Azərbaycan türklərinin izi tozu qalmadı. O sıradan çıxdı. Qızılqoç rayonu sonradan Kukasyan adlandı, o sıradan çıxarıldı. Yeganə sırada qalan Ağbaba hissəsi və yəni Ağbabanın Türkiyədə qalan hissəsi var. Bir də Qərbi Azərbaycanda qalan hissəsi var. Bir də Şörəyinin bəzi hissələri, bir neçə kənd qaldı. Və aşıq ədəbiyyatı da Xəstə Hasandan başlayan, Aşıq Nuriyə gələn, Aşıq Nuridən Aşıq Şenliyə, Aşıq Şenlikdən Güllübulaqlı Aşıq Nəsibə, onu da deyim ki, Aşıq Nəsib həm də Kör Nəsib, gözləri görməyib onun uşaqlıqdan Kör Nəsib kimi çox məşhur bir aşıq olub. Aşıq Nəsibdən də Aşıq İskəndərə gəlib çatıb. Yəni Aşıq İskəndər o sənət ocağının ən qüdrətli saz söz yatırımını sinəsində saxlayan bir sənətkar olub. Amma Azərbaycanla əlaqələr, Ağbaba Şörəyinin əlaqəsi əsasən 60-cı illərdən biraz güclənib. Çünki 60-cı illərə qədər elm və texnikanın az inkişaf elədiyi bir dövrdə 900 kilometrə yaxın bir məsafəni qət eləyib Bakıya gəlməyə, əlaqələr yaratmaq o qədər də asan iş deyildi. Ona görə də Aşıq İskəndər diqqət mərkəzindən kənarda qalıb. Yalnız Aşıq İskəndər yox, o bölgənin, Ağbaba Şörəyi bölgəsinin folkloru,
etnoqrafiyası, milli adət-ənənələri, musiqisi, bunların hamısı təsadüfdən təsadüfə xatırlanıb. 80-ci illərdən etibarən başlayaraq buraya diqqət artırıldı. O da şəxsi təşəbbüslər vasitəsindən. O cümlədən Aşıq İskəndər də diqqəti çəkdi. Nəyə görə? Çünki Aşıq İskəndərin sinəsində elə saz söz repertuarı var idi ki, onları Azərbaycan aşıq yaradıcılığında digər aşıqlar bilmirdilər. Məsələn, tutaq Güləndamı aşıq havası, Şenlik Mirzə canısı, Şenlik Çukurobası, Tərcümanı və sair kimi Aşıq İskəndərin özünün İskəndəri havası, Sümmani, Sümmaninin Aşıq İskəndərdən aldığım bilgiyə görə bu havanın adı süründürmə olub, Sümmaninin adından bağlıdır, Aşıq Sümmani bəstələyib. Və sair kimi belə saz söz havaları yalnız Aşıq İskəndərə mənsubuydu. O bilirdi. Gelen kayar taşlar bir sığmadı derde. Düştüm buyu gece, düştüm buyu gece, düştüm buyu gece. Azərbaycan aşıq yaradıcılığında çox az aşıq bunun bəzi havalarından xəbərdar idi. Sonra Nanayi saz havaları olub o tərəfdə, Ağbaba Şörəyə zonasında, Sufi saz havaları olub, məsələn Qurdoğlu Sufi saz havasıdır, Dərbədəri Sufi saz havasıdır və s. Bütün bunlardan yalnız Aşıq İskəndər xəbərdar idi. Halallaşıdı gördüm. Güzel cayamalı, güzel cayamalı. Ay bil ki təcəvür ol ve çaşdın bu gece. Bil ki təcəvür ol ve çaşdın bu gece. Halallaşıb ey gördüm. Güzel cayamalı, leyli, 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 leyli. Aşıq İskəndərin yaradıcılığı 80-ci illərdə az diqqəti cəlb elədi. 80-ci illərdən sonra Hüseyn Arif onun arxasınca Ellərkəndə gəlmişdi. Tanıdı ki, belə bir aşıq var. Məhz onun təşəbbüsündə 1984-cü ildə 4-cü Aşıqlar Qurultayına o qonaq çağırıldı. Aşıq İskəndər ümumiyyətlə Azərbaycan əlaqəsində folklorşünas alim Əli Şamilin adını mütləq çəkmək lazımdır. Əli Şamil folklorşünasdır. Çox gözəl, geniş ədəbi əlaqələri var və Aşıq İskəndərin tanıdılıb üzə çıxarılmasında onun böyük xidmətləri oldu və o Aşıq İskəndər Ağbabalı adlı bir kitab da nəşr elətdirdi. Orada onun xatirələri, Aşıq İskəndərlə məktublaşmaları, onu deyim ki, Aşıq İskəndərin sənət xəttinin bir ucu Qazaxıstana uzanır. Nəyə görə? Çünki Qazaxıstanda, Özbəkistanda, ümumiyyətlə Türkmenistanda, o Orta Asiya zonasında vaxtilə Ağbabadan, Şörəyeldən, xüsusilə Ağsqadan sürgün olunmuş Azərbaycan türkləri yaşayırdılar. Onların əksəriyyəti Aşıq Şenliyin sənət ocağının, Aşıq Summaninin, o dövrdə yaşamış məsələn Aşıq Zülalinin, Rəcəb Hifsinin və o zonada yaşamış Ağbaba, Şörəyel Çıldır zonasında yaşayıb yaratmış aşıqların onlar yaradıcılığından bilirdilər o dövrdə. Ona görə də onun həsrətini həmişə çəkirdilər. Onu Aşıq İskəndər Ağbabalı dönə-dönə, xüsusən ən çox Qazaxıstana, Türkmenistana səfərlər eləyib və orada o Aşıq Şenlik sənət ocağını yaşatmışdır. Və indi də onun müəyyən dərəcədə xəttini davam elətdirən oğlu Aşıq Faxvurdur. Ümumiyyətlə, Aşıq İskəndərin saz söz havalarından başqa həm də zəngin dastan repertuarı olub. Məsələn, onun Gürcü qızı, Qaçaq Usuf, Sarının dastanı, Təbriz oğlu kimi dastanlar regional dastanlardır. Və bu dastanlardan çox adamın xəbər olmayıb. Məsələn, bir fakt deyim, 1993-cü ilə qədər Qaçaq Usuf dastanı yalnız şifahi yaddaşlarda yaşayırdı. Şifahi yaddaşlardan bəlli idi ki, Qaçaq Usuf əslən Ağbabanın Göllü kəndindən olub
və burada Çar Rusiyasına qarşı mübarizə aparıb. Hətta onun bir şeiri var Qaçaq Yusufun haqqında. Bildiyiniz kimi Qaçaq Yusufun qəbri Göllüdə, qəbristanlıqda o dostu Allahyarla birlikdə qoşa qəbirdir. Onlar qoşa qəbirdə hasara alınmışdı. İndi yəqin ki, ermənilər onu da dağıdıblar. O cüt qəbirləri görəndə hərdən gözümdən yaş axar, nə yaman gələr. Ulu Ağbabaya, qədim dağlara Yusif tək qəhrəman nə zaman gələr deyə o öz qoşmasında Yusif tək qəhrəman nə zaman gələr. Qaçaq Yusuf yalnız o zonada deyil. Türkiyədə, Anadolu'nun Doğu Anadolu hissəsində də məşhur idi. Orada o hətta elmi ədəbiyyatlarda Dəli Yusif adınla da gedir ki, Dəli Yusuf dastanı yaradılıb, belə bir dastan. Ümumiyyətlə, dastan yalnız 1993-cü ildə onun Qaçaq Yusufun qohumu rəhmətli Nizami Məmmədcanlı və mənim iştirakımla toplandı və çap olundu. 1988-ci ildə bu deportasiya başlayanda ermənilər Amasyadan da Azərbaycanlıları zorla çıxardırdılar. Aşıq İskəndər həmişə öz kəndinə gedəndə yolu bizim kətdən keçirdi Balıqlıdan. Mənim evim də yolun kənarındaydı. Özünün bir 3 təkərli motosikleti var idi. Onunla gələr gedərdi bəzən. Bir dəfə gedəndə mən onunla yenə bizim evin yanında söhbətləşdik. Çox vaxt keçəndə motosikleti dayandırardı, soruşardı, evə gələrdi, söhbətləşərdik. Dedim ki, İskəndər dayı, bəs bu el-oba köçür gedir, bəlkə səninlə bir görüş təşkil eləyək, məclis keçirdəsən. Dünya belə pis vaxtıdır. Dedi ki, çox yaxşı olar. Demək, 1988-ci ilin oktyabr ayının 4-də Balıqlı kəndinin klubunda Aşıq İskəndərlə bir görüş təşkil olundu. Onda cəmaət hələ yerində idi. Köçənlər var idi. Hər kətdən 10 ev, 15 ev, amma kütləvi hal almamış. Kütləvi hal zəlzələdən sonra oldu. Deməli, bütün kətlərdən, Güllücədən, Ellərkətdən, Balıqlıdan, Təpəkətdən, Quzuκətdən, Çaybasardan və bütün kətlərdən demək olar ki, o Balıqlıya gəldilər və Aşıq İskəndər 3 saata yaxın orada bir məclis təşkil elədi. O Ağbaba Şörəyi Çıldır zonasının saz havalarından, Dərbədəri, Otananayı, Şenlik Mirzə Canısı, Xoşdamağı, Ağbabayı və bu kimi saz havalarından çaldı, oxudu, Qaçaq Yusuf dastanından, Təbrizoğlu dastanından hissələr söylədi. Cəmaətin özünün sifarişindən ki, ay İskəndər dayı, ay Aşıq, bu əhvalatlardan da danış. Xüsusən ən çox da Qaçaq Yusufun Başınalı səfəri, Qaçaq Yusuf xəyanətkarlıqla öldürülüb. O öksüzdə olarkən kimsə onu satıb, onu qəflətən yaxalamışlar. O hissəni elə yanıqlı, elə sazla, sözlə danışır ki, istər-istəməz adam barmağını kəssən belə xəbər olmazdı. Və o gecə çox axırıncı gecə bizim Amasyada keçirilən bir saz gecəsi oldu. Onun haqqında mən bir məqalə yazdım. 1988-ci ilin 17 noyabr qəzetində, Əmək qəzetində çap olundu. Ağbaba dağları kimi uca. O məqalə indi də məndə durur və hörmətli akademik Abel Məhərrəmov, icmanın sədri, bu işləri bölüşdürərkən folklorşünas alim Şahbaz Balakişiyevə xüsusi tapşırıq verdi ki, Aşıq İskəndərin haqqında ən kiçik faktlar belə toplansın, üzə çıxarılsın və təqdim olunsun. Həyatının 60 ildən çoxunu doğma yurtda yaşamış böyük ustad, soydaşlarımızın sonuncu deportasiyası nəticəsində ömrünün qalan hissəsini vətən həsrəti ilə keçirdi. Bu niskil, bu ağrı Aşığın yaradıcılığına hopub. Necə oldu Ellərkənd soyuq bulaqlı, Çivinli, Quzuκənd sərin yaylaqlı, Güllücə Balıqlı, əziz qonaqlı, o keçən dövranlar hanı görünməz deyən Aşıq, doğma yerlərin həsrətini yanğı və göynərti ilə ifadə edib.
Ağbabadan Şəmşir rayonuna pənah gətirən görkəmli sənətkar 1992-ci ildə burada dünyasını dəyişib.